Tamam dostlar. Bunları yeni haber ve teze haber gelip o da haberi değil. Gördünüz. Bakın örgülerimiz artık üçü de gelip. İnşallah bunları ben bırakmayacağım. Niye? Çünkü gelmişler. İnşallah gelirler. Yani inşallah gelmezler böyle. Bir de tutup ben çocuğularına bakacağız. Sinem. Bir de flash yandırım. Böyle yaxşı göstermem. Böyle tutup göstereceğim size ama. Böyle tutup göstereyim. Tutulmayın göstereceğim. Hadi dostlar bakın böyle. Tuttum boğazını tutmuştum. Böyle. Bu en iyisi. Anası okşayır. Bunlar ikisi bakın bu iki tane anası okşamış, vatasını okşamış. Ayrı ödülerdi. Bu ama anasını okşayır. Ben de şekil istedim size. Bir dakika. Bakın dostlar. Böyleydi. Balazaydı. Bu en iyisi bakın. Size anasını gösterdim. Aynı anasıdır. Aynı. Bunu atacağım içeri. Öbürlerini tutacağım. Geri bakın. Bunlar benim 5 değil. Graf çıkardım. Grafı da size göstereyim. Önceden de artık 3 aylık şimdi 1 ayda çekildiler. Yani suya 1 ayda böyle büyüyorlar. 3 aylıklar da. Bir de ona fikir verdim ki bu ördeğin tüçü niye tersedi? Bir ördeğin tüçü tersedi. Bakın. Bu ağ ördeğin tüçü tersedi. Peki şey ağ ördeğiydi. Hoşu kalır. Bu bilmem şey dişi. Bakın. Kuyrukları yolunu ve birinin. İkisinin kuyruğu yolunu, birinin kuyruğu yolunu. Biri şeydi ya. Onu buyurun. O şeylerine desen dişiydi. Ağlar ve qara. Ne yaxşıdır. Ne qədər xoşum. Sevindim ay dostlar. Sevindim toba. Yani bu 3 tane ördeğe görək nə qədər abunə gələcək. Bu videodan sonra 3 tane ördeğe neçə abunə gələcək. Baxın bunları indi belə çəkirəm. Bir getdi. 1 aydan sonra bunların fotosunu çekip koyacağım sizi için. Hala. İşte bak. Şimdi bunların anasını göstereyim. Dedim anası okuştur. Bakın. O var ya bakın. İşte size bakın. O analardı. O da erkekti. Erkeğe okşanan yoktu. Ama aslında bir tane okşayan var. Kadınlar da ki hiç okşamış. Bir de üzüntü haberi var. Bundan evvel olmuştu. İndi sevindim. Bu indi gelmişti bu ördekler. Bir de üzüntü haberi size göstereyim. Dostlar ben burada da çırt toyuğum vardı. Onun yumurtaların etiydi maalesef. Yine yumurtalar koydum bunun da altına. Burada bir de kara çırt toyuğum var. Bir de sarı. Onlara yeni yumurtalar koydum. Kara toyuğun yumurtaları kalırdı. Ama yine böyle. Hiç olmaz. Ama yani sevim. Ödekler yani. Şimdi ne eləmək istəyirəm? Özüm üçün mahnı olmaq istəyirəm. Adımdan ediyorum. Ona görə ses yazmaq istəyirəm falan dedim. Ama yani pisdir. Demək istəmirəm də yəni. Bir deyim ki, Çində o küçük toyuqlar olur. Adı nədir onun? Yaponka deyirlər, nə deyirlər? Bizdə yaponka deyirlər, amma sizdə bilmirəm nə deyirlər. O xoruzdan lazım. Onun bir xoruzu, iki xoruz, ya bir xoruz, ya bir fərə yəni şeydə toyuq, ya da ki bir xoruz, iki toyuq.
Belə. Bu induşkalardan da en balıdası var idi. O yani itimdi. Bizim itimiz üstüne itidi. Ha, böyle. Bu da böyle. Şimdi ne yazıldı? Size birazdan videoda həmin şəkil videosu. Şəkil qoyacağım da yəni. Həm video, həm şəkil. Bunların qarşılığında. Burada mesela koyduğum videoda da hemen videoda hemen videoda koyduğum şəkil hansı aylarda ve bu ay ve bu il və yaxud da keçən il və yaxud da bu ay olan hadisələrdən biri deyəcəksin. Mesela bir şey ya bu inşallah bir yeşil yok. Yani böyle olur. Yani dediğiniz şey bu var ya geçen ay olur ve bu ilin yayında olur. Cezalandıracağım. Mesela size bu ölsünler orada. Bezli vardı. Şimdi şuradan varıp bırakmayacağım. Çünkü suyu normallaşıp normal vaziyetine gelip normal vaziyete dönüp bakın böyle. Bir de burası gezdirip ne var ne yok. Şurada. Bakak kaydak.
Hə dostlar, niyə bir yaxdan səssiz danışırdım? Çünki istəyirdim ki, siz rahatlayasınız. Niyə? Çünki necə rahatlamaq? Quşların səsi, küləyin səsi, ayaq səsləri və kənd həyatının ümumiyyətlə bütün səsləri, məsələn, ördək səsi, qaz səsi, toyuq səsi, hər nəysə səslər var idi. Bilmirəm, qırığı deyirlər, göyərsinləri falan tutuyor, şahın deyirlər, yoxsa ama biz de sizin istediğim şeyi rahatlayasınız. Sessiz olmak istedim. Oldukça sessizim. Yani evlenebildiğince sessizim. O da yani. Dostlar, böyle size bir söz edeyim. Bir kuş var, iki kuş var hatta. Ama bu kuşlar evvellerde ve indi de biri ama indi uçabilir. Ne çünkü kanadı kırıldı. Ne diyeyim? Kanadı kırıldı. Kırığı deyirlər, o yaralayıb. Ve onu hemen o erkeğiydi. Onun ama o kanadı kırık olmamıştan evvel ise hemen o kuş ne diyeyim böyle evvellerde göyde 7 saat kalan kuşlardan imiş. Onun da onun öz balalarından biri de dişidir. Onu da məndə deyil, yani ikisi de məndə də. Onlar satılır münasib qiymətə, yani birinin 10 manata, birinin 9 manat almış. 10 manat satıram, yani 1 manat fərq olsun, ne olar bilər? 1 manat mənə də xeyir olsun da, ne olar ki? Yani o 9 manat değil, 10 manat hesab olunurdu, yani bu artıq. Niyə? Çünki 10 manata mən satıram, həm də 10 manata almış oluram. Niyə? Çünki necə deyim, yol falan 10 manata gəlib çıxır, baxıq. Ha belə dostlar, iki kuş satılır demək olar. Həmin kuşların satmağa, kuşlar satan adam ondan kuşlar qaçıb gəlib qoşumuza düşür. Niyə? Çünki həmin kuşlar əvvəlcə qoşumuzda olub, sonra onlar mənə satıb, sonra belə dəyişir. Yani 2 dənə kuş satılır. Bir erkek bir dişi. Yani hazırda cütdülər. Aparatsız. Bir həftədən sonra yumurtlayacaqlar. Niyə? Çünki ora alışacaqlar 4 günə, 3 günə. Belə. Sonra 5-ci günlərində artıq orada cütləşəcək yox. Cüt olacaqlar. Burada da cütdülər, amma oraya gidip yani soyuyacaqlar. Sonradan 4-cü gündə başlayacaqlar artıq. Yəni cüt olmağa ayrıdan yenidən və təzədən qızışacaqlar və artıq 2 həftəyə yumurtlayacaqlar. Yəni 2 həftə sizin yumurtlamaq hazırdır. 10 günə, 20 günə beləcə hazırdır. Hayır dostlar, belə. Bunlar orada bir tane böyük cüce var. O da mən atmışam, o xəstəydi. Boz cüce de oradadır. Etleri var. Yemləri, suları, hər şeyləri, şəraitləri hamısı bu. Yəni demək olar. Dostlar, yəni belə iki kuş satılır, onların da şəklini hər halda qoyaram. Qoymaram da, baxaram da, yəni o bu səhəndə də var. Ola bilmək istəmirəm səhənin adını. Niyə? Çünki nasıl diyeyim, adını verirsem orada yani pis danışmalar falan, ama böyle öz şahsi danışmalarım böyle. Onu vermek istemiyorum ama şeyleri mütlak video düzenleyip koyacağım. Short videosuna bakın ve erkeği de kıymetini diyecektim. Erkeğin kıymeti 5 manata satıram.
yəni yaxşı alıcı olsa 5 manata niyə satıram? Çünki o qış yəni 5 manata alırlar bir dəqiqə, amma həmin adamın indi bir dəqiqə pulu yoxdur. Uşaqdır indi. Mənim üçün uşaqdır, məndən 1 yaş bazıdır. Mənim üçün yəni indi pulu yoxdur. İndi o açana verəliyə onu satmaq istəmirəm. Niyə? Çünki alsa satacağım, almasa bilmirəm. Alsa alır da yəni bir dəqiqə. Həm alır, həm də almır. Belə. Yəni ortada qalıb. Hə. Bir də yerdə deyəm. Gerçəkdən nə var? Hə dostlar, belə nə deyirdim? Hə dostlar, belə yəni ki, nə deyim? Bir erkək quş qanadı qırıq olsa da onun balaları yəni yaxşı olacaq. Mən sizə deyirəm mütləq. Cütləri ayıra da bilərsiniz. İstəsəz yəni ayırın, özünüz bilərsiniz. Amma ki tək də ala bilərsiniz, cüt də ala bilərsiniz. İkisi bir yerdə 15 manat tutur. İstəyiniz deyim. O 15 manat aşağı dəliyə bilərəm. 13 manata da və 14 manat dəliyə bilərəm. Münasib qiyməti də verirəm. Yəni münasib qiymətdir. Yəni istəsəz gedin qanadı qırığı heç, amma gedin məsələn sizə deyim 7 saat uçan quşları sizə versinlər hər yerdə məsələn 15 manata, 14 manata. Mən sizə yəni 10 manata verirəm də yəni. Deməyim odur ki, mən sizə onu 10 manata veririm. Demirəm ki, mən sizə onu 15 manata verirəm, 14 manata verirəm. Mən yəni sizə artıq onu havaya vermiş oluram. 10 manata yəni sizə 5 manat, 4 manat yəni düşür. Yəni Selenda olanlara, Selena çatdırma da yoxdur. Hər danışsa gəlib götürərlər, bilməm. Selen rayonu, Branşa kəndi. Selen rayonu Branşa kəndidə belə buradır, Van buradır. Gəlib istəsəz məsələn bilmirəm, burada olanlara, Selen rayonu Branşa kəndində olanlara buradan yəni diqqət edirəm ki, diqqət etmirəm, yəni deyirəm ki, istəsəz yəni gəlib götürə bilərsiniz. 15 manata ikisini hal-hazırda cütdülər. Ayıra bilərsiniz, təkdə ala bilərsiniz, cütdə ala bilərsiniz. İstəsəz yəni ayrı-ayrı da ala bilərsiniz də yəni. Deməyim odur. Amma ki, onu istəyirəm ki, yəni ikisi də alsın. Onu istəyirəm mən. Niyə? Çünki mənə artıq quş saxlamıram. Qonşumuza vermişəm, satır. Belə. Hələ sözüm budur. 15 manata quş, 2 ədəd quş. Niyə 15 manata verirəm desəz? Çünki ikisi də göydə 7 saat qalan quşlardandır. Yəni sizə bu, necə deyim? Gedin, rəngini də qoyacam, rəngi alacaqdır da, yəni belə. Hə, buraylardədir. Belə. Yəni belə dostlar, videosunu da qoyacam, baxarsınız. Sağ olun dostlar, salamat qalın. Videonu elə burada bitirirəm. Çünki vaxtım yoxdur. Sağ olun, salamat qalın.